Bu günlər səhər-səhər bir nəfər mənə sual göndərib ki, bir nəfər deyib ki, əvvəllər ibadət edirdim, namaz qılırdım, oruç tuturdum, zəkat verirdim, qurbanlıqda qurban kesirdim. Yaxınlarda anam dünyasını dəyişdi və yaxınlarımı itirdim. Və bundan sonra belə qərara gəldim ki, Allah mənə zülm edib, Allah məni sevmir, estağfirullah. Və buna görə mən də namazımı tərk etmişəm. Baxıram ki, namaz qılanda da əhvallarım dəyişmədi, namaz qılmamışdan qabaq da əhvallarım bu cür nə idi? Yəni, bunun nə faydası var? Niyə görə Allah mənim yaxınlarımı əlimdən aldı? Allah korusun. Əslində, bu sözlər demək doğru deyil, təhlükəlidir. Cavab olaraq deyirəm ki, Allahın izni ilə Uca Allah şərəfli kitabında buyurur ki, Ənkabut surəsinin 1-ci və 2-ci ayətlərində Əliflənmim, insanlar, yəni möminlər, yalnız iman gətirdik deməkləri ilə onlardan əl çəkilib imtihan olunmayacaqlarını mı sanırlar? Fikir verirsiniz, Allahu Akbar. Yəni, iman gətirdik dedikdən sonra mütləq gözlə ki, sənə imtihanlar gələcək. Sonra başqa ayədə Allah Subhanahu taala buyurur ki, özür istəyirəm, 2-ci ayədə, xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacaq ki, hansının həqiqi, hansının da yalancı mömin olduğunu ayırt edib bilək. Bu birinci məsələ ki, yəni o insana da, sual verən insana da və onun kimi olan insanlara, onun mislində olan insanlara deyirik ki, bilmək lazımdır ki, iman gətirdikdən sonra Allah Subhanahu taala sənə mütləq imtihanlar göndərəcək. Sən elə zənn etmə ki, insan bu sənə göndərilir bu cür imtihan. Sənin kimi insanlar nə qədər var yer üzündə? Hərənin özünə görə bir imtihanı var. İkinci məsələ odur ki, Allah Subhanahu taala buyurur ki, "Lə yukellifullahu nefsen illə vus'aha." Allah bacardığınızdan artıq sizə yük yükləməz. Allah insanı bacardığından artıq, yəni bacara bilmədiyi bir yükləməz Subhanahu taala. İkinci məsələ. Üçüncü məsələ, insan gərək müsəlman həmişə Allah haqqında gözəl zəndə olsun. Gözəl zəndə. Vallahi, billahi, tallahi. Həmin o insan üçün anasının da dünyadan köçməsində, yaxınlarını itirməsində də xeyir var. Allah haqqında gözəl zəndə olmaq lazımdır. Dördüncü məsələ, Allah Subhanahu wa ta'ala bu haqda danışmışdıq bir dəfə. Feillərində hikmətlidir Subhanahu wa ta'ala. Nə badə. Deməyəsən ki, niyə belə oldu? Belə dedikdə Allahın qədərinə qarşı çıxmış olursun. Razılaş, təslim ol. Sənin üçün orada xeyir var. Allah Subhanahu wa ta'ala buyurur ki, sizin xeyir düşündüklərinizdə zərər düşündüklərinizdə xeyir var. Fikir verin ayətin sonuna. Vallahu ya'lemu və entum la ta'lemun. Allah bilir, siz isə bilmirsiniz. Allah bilir, siz isə bilmirsiniz. Allah feillərində hikmətlidir Subhanahu wa ta'ala. 4. Beşinci məsələ, barakallahu fikum, bilmək lazımdır ki, müsibət baxımından ən çox müsibətə düçar olanlar peyğəmbərlər idi. Və bizim peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem. O doğru söz deyil ki, mən nə etmişdim ki, Allah mənim yaxınlarımı əlindən aldı, Allah korusun. Yəni, Muhammed sallallahu aleyhi ve sellem nə eləmişdi ki Allaha? Həşə. Muhammed sallallahu aleyhi ve sellemin yəni həyatda olula evladları dünyadan gedirdi. Allahu akbar. Neçə evladı dünyadan köçdü. Əlləri ilə basırırdı. Sallallahu aleyhi ve sellem. Fikir verirsiniz, amma həmd edirdi. Elhamdülillah deyir. O bilir ki, orada onun üçün xeyir var. Onun üçün nə qədər hikmətlər var. Ona görə ən böyük, nə cür nə olursa olsun, müsibətin nə qədər böyüklüyü olursa olsun, həmişə Peyğəmbəri fikirləşmək lazımdır. Sallallahu aleyhi ve sellem. Bilirsiniz nəyə görə? Bu günləri təəssüblər olsun ki, insanlar Muhammed sallallahu aleyhi ve sellem özlərinə qudva götürmürlər. Subhanallah. Sənin üçün ən gözəl örnək Allahın Rasuludur sallallahu aleyhi ve sellem. Vallahi, məktəblərdə müəllimlər onun kimi ola bilməz. Evdə valideynlər onun kimi ola bilməz. Kimisi atası, anası Muhammeddən sallallahu aleyhi ve sellemlə yaxşı nəsiyyət edə bilərmi tövsiyə? Heç vaxt. Mümkün olan şey deyil. Muhammed sallallahu aleyhi ve sellem sənin dünya və axiratın üçün sənə gözəl nəsiyyətçi idi. Sallallahu aleyhi ve sellem. Sən özün üçün qudva olaraq, yəni nümunə olaraq həmişə Muhammedi seç. Muhammed sallallahu aleyhi ve sellem seç, sənin üçün orada nə qədər örnəklər var. Fikir versiniz,
Bu məsələdə də, digər məsələlərdə də. Sən bu məsələdə Peyğəmbəri özünə qudva seçmiş olsaydın, ey insan, nə deyəcəydin? Deyəcəydin, ona da nə qədər müsibətlər gəldi. Razılaşacaqdın. Son olaraq, barakallahu fikum, yəni o cürünə olan insanlara nəsihət budur ki, bu cürünə etmək olmaz. İcazəli deyil bu cürünə sözlər demək. Allah bilir nə etmək lazım, subhanahu teala. Allah bilir nə etmək lazımdır və ola bilsin ki, onun üçün zərər göstərir. Bir müddətlərdən sonra, hamımızda olub da elə şeylər, düzdür? Nəsə istəmişik ki, olsun, baş versin, çalışmışıq, tələsmişik. Hətta ürəyimiz sıxılıb ki, kaş ki bu olsun. Çalışmışıq onun üzərində, olmuyor bu şey. Üstündən bir müddət keçəndən sonra bizə bəlli olub ki, Allahu Akbar, yaxşı da ki olmadı, elhamdülillah. Elə də elə deyil. Ona görə nə olursa, elhamdülillah demək lazımdır və barışmaq lazımdır. Allah subhanahu teala bizi eşidib faydalanlardan etsin. Barakallahu fikum.